Sözləri əzbərləyirsən, amma 5 dəqiqədən sonra ağlından uçub gedir. Elə isə dediyim metodla ingilis dilində sözləri daha rahat öyrənəcəksən. Birincisi, sözləri kontekstdən öyrənmək lazımdır. Məsələn, borrow, borc almaq sözünü əzbərləmək yerinə onu cümlə daxilində öyrənsəniz, yadınızda daha yaxşı qalar. Məsələn, I borrowed money from my sister. İkincisi, chunking. Sözləri sözbəsöz deyil, ifadələrlə öyrənmək. Çünki native speakerlər gündəlik həyatda sözləri təkbətək istifadə etmirlər. Onları ifadələr daxilində istifadə edirlər. Məsələn, decision yerinə make a decision, qərar qəbul etmək və ya responsibility yerinə take responsibility, məsuliyyət üzərinə götürmək. Bu şəkildə öyrənsəniz, sözlər yadınızda daha yaxşı qalacaq. Üçüncüsü, word family. Sözləri təkbətək deyil, onları öz ailələri ilə birlikdə öyrənməklə bir söz əvəzinə 5 söz öyrənmiş olacaqsınız. Məsələn, employ işə götürmək, employee işçi, employer işə götürən, employed işi olan, unemployed işsiz. Dördüncüsü, mind maps, yəni söz xəritələri. Eyni qrupdan olan sözləri qruplaşdıraraq daha yaxşı öyrənə bilərsiniz. Məsələn, sport qruplara bölə bilərsiniz. Team sport, individual sport, water sport and contact sports. Beşincisi, word association. Sözləri şəkillərlə əlaqələndirərək daha yaxşı öyrənə bilərsiniz. For example, mosquito, dragonfly, fly and ladybug və sonuncusu, sözləri hekayələrlə və ya cümlələr daxilində istifadə etsəniz, bu zaman sözlər yadınızda daha yaxşı qalmış olacaq. Bəs siz bu metodlardan hansını ən çox bəyəndiniz?